Bismillahirrahmanirrahim. Elhamdülillah vahde ve salatu ve selamu ala men la nebiye ba'de. Muhterem Müslümanlar, biz Allahu Subhanahu ve Teala'nın izniyle 4 Kadir kitabının şerhine devam edirik ve biz en son kalmıştık. Müellif 3. qaydanı getirdi ki, yani onlar, yani Mekke müşrikleri müxtəlif ilahları ibadət edirlər. Onlardan bəziləri cinləri ibadət edirdi, bəziləri mələklərə, bəziləri günəşə, aya, bəziləri salihlərə, peyğəmbərlərə və s. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buna fərq qoymadan, onların ibadət elədiklərinə, yəni fərq qoymadan, onların hamısından vuruşdu, onlara qarşı savaşdı və tövhidə çağırdı onları və şirkə qarşı müharibə elan elədi. Və müəllif rahimehullah burada bir dəlillər zikr edir. Birinci dəlil şəms vəl qamar, yəni onların günəşə və ya ibadət etməkləri barəsindədir. Uca Allah azza və cəl Fussilet surəsi 37-ci ayədə buyurur ki: "Və la təscudu liş-şəms və la lil-qamar." Günəşə və aya səcdə etməyin. "Fəscudu lillahi'l-lezî xalaqahunna in kuntum iyyahu ta'budun." Əgər yalnız Allah'a ibadət edirsinizsə, onda onların ikisini də, yəni günəşi də, ayı da yaradan Allah'a səcdə edin. Şərhçi Şeyximiz Xalid Rabdadi, Allah ona rəhmət eləsin, buyurur ki, müəllif burada dəlillər zikr edir, bir-bir. Yəni onlardan bəziləri günəşə ibadət edirdi, bəziləri mələklərə, bəziləri peyğəmbərlərə. Bunların hamısına xüsusi dəlillər zikr edir ki, onlar ibadətlərində müxtəlif idilər. Yəni müxtəlif şeylərə ibadət edirdilər. Yəni hətta şərik qoşduqları məbudları bir deyildi. Thumma zəkərə dəlil alə ənə hunəkə mən yəscudu şəms və lil-qamar. Və onların içində var idi ki, onları günəşə və aya səcdə edirlər, ibadət edirlər. Və hunəkə mən yəscudu liş-şəms ində tulu'ihə və yəscudu ləhə ində qurubihə. Yəni onların içində bəziləri günəş doğanda və günəş batanda ona səcdə edirlər. Və qədə cəən nəhiyyə ən nusalli fi hədeyni vaxteyn və in kənə salatu lillah limə fi salat fi hədəl vaxt min müşabəhəti li fə'lil müşrikin. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem o günəş təpəyə çıxanda və günəş batdığı zaman ibadət etməyi qadağan etmişdi. Çünki həmin vaxt onların Allahdan qeyrisinə günəşə ibadət edəkləri vaxtı. Baxmayaraq ki, bu namaz Allah üçündür. Həmin vaxtda namaz qılmaq onlara bənzəməyə olduğu üçün Peyğəmbər sallallahu aleyhi ve sellem qadağan etmişdi. Fəcəəl mən'u min zəlikə səddəl ziraətəlləti tufda ilə şirki. Yəni bu cür qadağanların gəlməsi şirkə gedən qapıları bağlamaqdan ötürdür. Və Buxari və Müslimin rəvayət elədiyi hədisdə İbn Ömər, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur: sizdən biri günəş doğanda və günəş batanda namaz qılmasın. Həmçinin Ənəs ibn Məlik, Allah ondan razı olsun, rəvayət edir ki, Peyğəmbərimiz sallallahu aleyhi ve sellem'in belə deyir: yəni bu günəş batanda və doğanda bu münafiqin namazıdır. Günəş batarkən və doğarkən namaz qılmaq, günəş batarkən namaz qılmaq münafiqin namazıdır. Oturub gözləyər günəşi. Günəş şeytanın iki boynuzu arasında gəldikdə qalxar və Allah'a çox az yad eləyərək 4 dəfə tez-tez baş əyib qaldırar. Yəni nə deməkdir bu? Yəni əsr namazını o qədər gecikdirər ki, məğrib namazına yaxın, onda nə şəkildə qalxar? Tez çaparaq şəkildə qılar. İmam Nəvəvi rahimehullah burada yəni məsələyə toxunur ki, yəni şeytanın iki boynuzu arasında gələndə nə deməkdir? Şeytanın iki boynuzu arasında gələndə nə deməkdir günəşin? Alimlər ixtilaf eləmişlər yəni bu məsələ barəsində. Bəziləri demişlər ki, mənası həqiqi mənasıdır. Həqiqətən deyən məqsəd budur ki, şeytan günəş doğarkən və batarkən özünü günəşə yaxınlaşdırır. Çünki kafirlər həmin vaxtı günəşə səcdə edirlər. Və elə də şeytan onları aldadaraq onların səcdəsini özünə edilmiş kimi göstərir. Halbuki onlar əslində günəşə səcdə edirlər. Yəni bunu Peyğəmbər sallallahu aleyhi ve sellem şirkə gedən bütün qapıları bağlamaqdan ötürü yəni çəkindirmişdi. Peyğəmbər sallallahu aleyhi ve sellem şirkə gedən bütün qapıları bağlamaqdan ötürü çəkindirmişdi. Sonra isə müəllif onların mələkləri ibadətinin dəlili zikr ilə buyurur ki, və dəlilül mələikə qavluhu təalə. Yəni mələklərə dəlil, yəni onların mələkləri ibadət edildiğində dəlil, Uca Allah'ın sözüdür. Və la yəmurakum ən təttəxidul mələikətə və nəbiyyinə ərbabə. Yəni o, Allah sizə mələkləri və peyğəmbərləri Allah'tan qeyri Rəblər qəbul etmək əslə əmr etməz. Qal İbn Kəsir rahmehullah Teala, İbn Kəsir böyük təfsirçi buyurur ki, "Ey və la yəmurakum bi ibadət əhəd qeyrillah, la nəbiyyun mursal və la mələkun muqarrab." Allah Subhanahu taala
Yəni Allahdan qeyrisinə ibadəti əmr edilməz. İstər bu göndərilən bir peyğəmbər və yaxud da Allaha yaxın olan bir mələk olsun. Əyəmurakum bil kufri ba'de iz antum muslimun. Yəni Allah sizə imandan sonra kafir olma, yəni müsəlman olduqdan sonra kafir olmanızı mı əmr eləyəcək? Və la yef'al zalika illa man da'a ila ibadati ghayrillah. Yəni bunu yalnız Allahdan qeyrisinə ibadətə çağıran eləyə bilər. Li'anna man da'a ila ibadati ghayrillah faqad da'a ila al-kufr. Çünki Allahdan qeyrisinə ibadətə çağıran artıq küfrə çağırmışdır. Vel enbiya inma ya'muruna bil iman və huwa ibadetullah vahdehu la şerike leh. Peyğəmbərlər isə nəyi əmr ediblər? İmanı, iman gətirmək, o da Allah Subhanahu taala ibadəti təkləşdirməkdir. Kəma qala Teala, necə ki uca Allah buyurur: "Və ma arsalna min qablika min rasul illa nuhi ileyhi ennehu la ilahe illa ana fa'budun." Səndən əvvəl elə bir rəsul göndərmədik ki, ona məndən başqa ibadətə layiq olan haqq məbud yoxdur və yalnız mənə ibadət edin deməyək. Və qala Teala, uca Allah başqa ayədə buyurur ki: وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهِ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Biz hər bir ümmətə Allah'a ibadət edin. Allah'tan qeyri ibadət olunan tağutlardan çəkinin deyə peyğəmbər göndərdik. El-ayə. Və qal və başqa ayədə uca Allah buyurur ki: وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رُسُلِنَا أَجْعَلْنَا مِنْ دُونِ الرَّحْمَنِ آلِهَةً يُعْبَدُونَ. وَاسْأَلْ مَنْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ. Səndən əvvəl göndərmiş rəsullardan soruş. Allahu akbar. وَاسْأَلْ xəbər bil. Əc'alna min dunir-Rahman alihatan yu'badun. Yoxsa Rəhmandan qeyri biz onları ilah mı təyin etmiş ki, ona ibadət eləsinlər? Və qal ixbar al-mələikə və mələklər barəsində uca Allah buyurur ki: "Və men yaqul minhum inni ilahun min duni." Yəni onlardan hansı desə ki, mən Allahdan başqa bir ilaham, yəni mən özüm ilaham, Allahdan qeyri, və zəlikə nəczihi cəhənnəm, onu cəhənnəmdən cəzalandırarıq. Kədəlikə nəczi zalimin, və Allah Subhanahu taala zalimləri bu cür cəzalandırar. Sonra isə müəllif onların peyğəmbərlərə ibadətinin dəlili barəsində buyurur ki, Qavlu Teala, uca Allah buyurur ki: "İz qalallahu ya İsa ibn Meryem." Yəni bir zaman Allah dedi: "Ey Məryəm oğlu İsa, ente qulta lin-nasi ittexiduni və ummiyyə ilaheyn min dunillah." Sən mi insanlara dedin, məni və anamı Allahdan qeyri iki ilah qəbul edin? Qalə subhanek. İsa dedi ki, Allahım sən nöqsansızsan, paksan. Mə yəkunu li ən əqulə mə leysə li bihaqq. Haqqımı olmayan bir şey insana necə deyə bilərəm? İn kuntu qultu fəqad alimtə. Yəni əgər bunu demiş olsaydım, sən onları bilərdin. Ta'lem mə fi nəfsi və la a'lem mə fi nəfsik. Mən səndə olanı bilmirəm. Sən isə mənim nəfsində nə var bilirsən. İnnəkə əntər əlləmül quyb. Həqiqətən sən qeyblərin bilirsən. Şərh ilə Şeyximiz Xalid Raddad, Allah rəhmət etsin, buyurur ki: "Fihi raddun alə haulâi illezine yəqulun." Yəni bu ayələr rədd o kimsələr ki, o kimsələr deyirlər ki, şirk yalnız bütləri ibadət eləməkdir. Aydındır. Və onlar deyirlər ki, madam ki bütləri ibadət eləmirsən, salih kimsə ibadət eləsən, bu zaman şirk olmur. Aydındır. Çünki onlar zənn edirlər ki, məqsəd şirkdən yalnız bütləri ibadət eləməkdir. Və hədə min müğaləfatlı vadihə. Bu da açıq aydın bir xatadır, bir səhvdir. Çünki şirk hamısıdır. Allahdan qeyri nə ibadət elədin? Peyğəmbərə, salihlərə, daşlara, bütlərə, ağaçlara və s. Hamısı. Allahu Teala seyesəl yevməl qiyamətə İsa ibn Meryem mə ilmillahi Teala bil cavab. Yəni Allah qiyamət üçün Məryəm oğlu İsa'dan soruşacaq. Özü cavabı bildiyi halda. Lakin hətta yəkunu hüccətə aləl xaliqə. Hətta o nəsranilərə əleyhinə hüccət olsun deyə. Ki onlar İsa'ya ibadət eləmişdilər. İndi İsa'nı Allah onların qarşısında İsa'dan soruşacaq. Allah bilir İsa deməyib. Sadəcə onların qarşısında onların əleyhinə hüccət olsun belə, olsun deyə. Li'annahum ya'budun min duni. Çünki Allah Allah'tan qeyrisindən ibadət edirlər. Fətəbərrə İsa ibn Meryem min haula. Allah Məryəm oğlu İsa onlardan uzaq olduğunu bəyan edəcək. Və yübəyyin ənəhu innəmə da'ahum ilə təvhid və ifrad bil ibadə. Çünki bəyan edəcək ki, onlar, yəni peyğəmbərlər tövhidə və tək Allah'a ibadət çağırırlar. Və ilə tərk şirk vəl-həzər minhu kəmə qalə Teala. Nəyə çağırıblar? Şirki tərk eləmək, ondan uzaq olmağa. Onun üçün Allah buyurur ki, sən mi dedin insanlara, yəni Allah Məryəm oğlu İsa'ya deyəcək ki, sən mi dedin insanlara mənim anamı Allah'tan qeyri ilahları qəbul edin? İsa deyəcək ki, qalə subhanek tenzihən ləkə ya Rabb və ta'zimən ən əfəl zəlikə əv ətəkəlləm bihi.
Yəni mən səni uca tuturam, tənzih edirəm ya Rab, bu cür sözü deməkdən və ya bu cür şeyi eləməkdən. Ki insanlara deyim ki, məni və anamı Allahdan qeyri ilah qəbul edir. Mən yakunu li. Yəni bu mənim haqqım deyil. Yəni nədir? Bu onu göstərir ki, ibadət Allahın haqqıdır. İsa Aleyhisselam deyir ki, bu mənim haqqım deyil. Haqqım olmayan insanlardan necə istəyə bilərəm? Əgər mən onu demiş olsaydım, sən onu bilərdin. Sən məndə nə var bilirsən, mən isə səndə nə var bilmirəm. Fətəbərra İsa ibn Məryəm yevməl qiyamət minə şirk. İsa Məryəm oğlu İsa, ona Allah'a salam olsun, qiyamət üçün şirkdən uzaq olduğunu bəyan edəcək. Və innəmə yətəbərra minə şirk əydən fid dünya qablə qiyamət səətə xinə yənzil minə səmə iləl ard və yəd'un nəs ilə təvhidil xalis. Həmçinin İsa Aleyhisselam qiyamətə yaxın gəldikdə, yeryüzünə endikdə, elə onda da səmadan nazil olduqdan sonra xalis tövhidi bəyan edəcək və Allahdan qeyrisinə ibadəti inkar eləyəcək qiyamət saatından əvvəl və bütlərdən, həmçinin xaçdan, onların xaça ibadətindən uzaq olduğunu onlara bəyan edəcək. Qalə Əbu Hüreyrə radiyallahu anh rəvayət edici Peyğəmbər sallallahu aleyhi ve sellem belə demişdi. Nəfsim əlində Allah onda olsun ki, lə yuşikənnə ən yənzilə fiikum ibn Məryəm həkkəmən adilən. Yaxınlaşır yəni Məryəm oğlu İsa'nın adil hakim kimi nazil olması. Fəyəksuru salib, xaçları qıracaq və yəqtul xınzir, donuzları öldürəcək və yədəul cizyə, İslamda olmayanlar da cizyə alacaq. Və yefidul mə həttə lə yəqbəl əhəd. Hətta mal nə qədər bol olacaq ki, insanlar onu götürməyəcəklər. Həttə təkunu səcdətə vahidə xayru minəd dünya və fiyhə. Hətta bir dənə səcdə dünya onun içindəkilərin daha xeyirli olacaq. Thumma yəqul Əbu Hüreyrə radiyallahu anh, sonra isə Əbu Hüreyrə radiyallahu anhu bu ayəni oxuyur, Nisa surəsi 159-cu ayə, və in min əhlil kitabi illə ləyu'minənnə bihi qablə mevti. Yəni, kitab əhlindən bəziləri o ölməmişdən əvvəl ona iman gətirəcəklər. Və yevməl qiyamət yəkunu aleyhim şəhidə və qiyamət gündə onlara şahid olacaqdır. Qiyamət gündə onlara şahid olacaqdır. Bundan isə sözsə müəllif onların salihləri ibadət eləməyin dəlilini zikr edir. Bunu da burada deyənək inşallah gələn dərsimizi götürək. Düzün Allah bilir. Və sallallahu aleyhi və səlləm Muhammed və alə əli və sahibə ecməin.